Fərid bəy, dərs izahı necə olmalıdır? Tələbə mövzunun mahiyyətini öyrənməlidir, yoxsa ancaq əzbərləməlidir? Mahiyyətə ehtiyac varmı? Sizin buna yanaşmanız necədir? Gəldik yenə ən önəmli mövzulardan birinə. Ümumiyyətlə, bəzi müəllimlər dərsi necə gəldi keçirlər. Yalnız tələbəni məcbur edir ki, əzbərləsin. Bəziləri mahiyyətini əzbərlətdirir, daha doğrusu oxutdurur və s. Nadir müəllimlər var ki, düzgün yolu seçirlər. Mənim yanaşmamı soruşdunuz, mənim yanaşmam hansı səviyyədədir? İlk öncə müəllim dərsi lakonik surətdə, bizim belə bir deyimimiz var, lori dildə. Lori dildə mövzunu birinci maddədən axırıncı maddəyə qədər sürətli olaraq mahiyyətini izah etməlidir ən birinci. Ondan sonra tələbənin daha effektiv, daha həvəslə öyrənməsi üçün dərsi tələbəyə namizədə sevdirməlidir. Bəlkə bəzilərinə gülməli gələr, bu dərsi necə sevdirə bilər, qanundur, imtahana gedir, oxumalıdır. Misal olaraq, vətəndaş müraciətləri haqqında qanunu keçir müəllim. Müəllim tələbəyə deməlidir ki, izah etməlidir ki, əslində həqiqətən də belədir. Bu vətəndaş müraciətləri haqqında qanun təkcə oxuyub imtahanda nəticə göstərmək üçün deyil. Bu bizim hüquqlarımızdır. Biz bir quruma müraciət edirik, fiziki şəxs olaraq və ya hüquqi şəxs olaraq necə müraciət etməliyik? Nə qədər müddətə həmin qurum bizə cavab verməlidir? Bu qanun kimlərə şamildir? Ümumi olaraq biz dövlət sirri ilə bağlı, hər bir mövzu ilə bağlı dövlət orqanlarına, qurumlara müraciət edib cavab ala bilərikmi? Baxın, bunu bu yöndən toxunub, tələbədə də, namizəddə də bunda bir növ həvəs yaranır və yaxud da korrupsiya ilə bağlı olsun, etik davranışla bağlı olsun, dövlət qulluğu ilə bağlı olsun, kargüzarlıqla bağlı olsun. Bəli, kargüzarlığı deməlidir ki, siz dövlət qulluğuna gedəndə, təbii ki, bilirsiniz, kargüzarlıq çətin dərslərdən biridir. Gedəndə orada sənədlə işləməlisiniz. Siz onda peşəkar dövlət qulluqçusu olacaqsınız ki, sizin rəhbəriniz, rəisiniz, birbaşa müdürünüz sizə baxanda görməlidir ki, siz artıq hazırlıqsız bu işləri yüksək səviyyədə bilirsiniz. Məncə, ən birinci metodlardan biri müəllim dərsinin mahiyyətini izah etməli, tələbədə maraq və sevgi oyatmalı, ondan sonra bəli, maddələri əzbərlətməlidir.